İkinci və üçüncü ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanının nəticəsi elan edilib. Bu imtahanda ikinci ixtisas qrupu üzrə ən yüksək nəticəni 397 bal toplayan Bakı şəhəri Sabunçu rayonu 169 saylı tam orta məktəbin məzunu Rüstəmli Banu Çiçək Bəxtiyar qızı göstərib. O imtahanın birinci mərhələsində 291.9 bal toplayıb. Hər iki mərhələnin cəminə görə 688.9 bal toplayan Rüstəmli Banu Çiçək ikinci ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərən abituriyentdir. Bu imtahanda üçüncü ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan 3 nəfər Bakı şəhəri Suraxanı rayonu Səttar Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyanın məzunu Quliyeva Zeynəb Ələddin qızı, Bakı şəhəri Nizami rayonu 62 saylı məktəb liseyin məzunu Qasımova Ayşə İlqar qızı və İsmayıllı rayonu Qalacıq kənd orta məktəbinin məzunu Qardaşova Fidan Ceyhun qızı göstərib. Quliyeva Zeynəb Ələddin qızı imtahanın birinci mərhələsində 287.7 bal, Qasımova Ayşə İlqar qızı 285.9 bal, Qardaşova Fidan Ceyhun qızı isə 285.2 bal toplayıb. Hər iki mərhələnin cəminə görə 3-cü ixtisas qrupu üzrə 690 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyent isə Sumqayıt şəhəri 12 saylı orta məktəbin məzunu Hüseynzadə Fidan İlham qızıdır. O imtahanın birinci mərhələsində 293.8, ikinci mərhələsində isə 396.2 bal toplayıb. Xatırladaq ki, imtahanın birinci mərhələsində maksimal olaraq 300, ikinci mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.